Salam əziz izləyicilər, hər vaxtınız xeyir olsun. Həftənin əsas xəbərlərini nəzərinizə çatdırmaq üçün sizinlə studiyada mənəm, Şəbnəm Lətifi. Bugün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 34-cü ili tamam olur. 1991-ci il 18 oktyabr tarixində Ali Sovet Azərbaycan Respublikasının müstəqilliyinin bərpası barədə Konstitusiya aktını qəbul edib. Konstitusiya aktında 1918-ci il 28 may tarixli İstiqlal bəyannaməsinə və Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib. Azərbaycan xalqı ötən əsrin əvvəllərində müstəqil respublika qurub. 1991-ci ildə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini bərpa edib. Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva Vatikana səfəri çərçivəsində Roma papası 14-cü Leo ilə görüşüb. Roma papası tərəfindən qəbul olunduğuna görə öz təşəkkürünü bildirən Mehriban Əliyeva vurğulayıb ki, son illər Vatikan və Azərbaycan arasında ikitərəfli əlaqələr inkişaf edir. Birinci vitse-prezident Heydər Əliyev fondu ilə Vatikan arasında imzalanmış sazişlərə əsasən bəzi layihələrin uğurla başa çatmasından sonra digərlərinin də icrasına başlanıldığını vurğulayıb. Mehriban Əliyeva bundan sonra da Heydər Əliyev fondunun yeni təşəbbüslərlə çıxış edərək müqəddəs taxt-tacla əməkdaşlığını genişləndirəcəyini deyib. Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri Finlandiyanın Xarici İşlər Naziri Elina Valtonen'in başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Elina Valtonen qəbula görə öz təşəkkürünü bildirib və Finlandiya prezidenti Aleksandr Stopponun salamlarını Prezident İlham Əliyevə çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Aleksandr Stoppa çatdırmasını xahiş edib. Söhbət zamanı dövlət başçısı ilə Finlandiya prezidentinin görüşləri, həmçinin Bakıda keçirilmiş COP29 tədbirində Finlandiyanın ən yüksək səviyyədə iştirakı məmnunluqla xatırlanıb. Azərbaycan və Ermənistanın müraciəti əsasında ATƏT-in Minsk prosesi dekabrın 1-nədək ləğv olunacaq. Bu barədə ATƏT-in fəaliyyətdə olan sədri Finlandiyanın Xarici İşlər Naziri Elina Valtonen Prezident İlham Əliyevin qəbulunda olarkən bildirib. O, Vaşinqtonda Azərbaycanla Ermənistan arasında əldə olunmuş nailiyyətlər münasibəti ilə Prezident İlham Əliyevi təbrik edib, bunun ATƏT məkanında sülh və sabitliyin bərpası, həmçinin regional əməkdaşlıq baxımından önəmli olduğunu qeyd edib. Bakı şəhəri Səbail rayon məhkəməsi Ramiz Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib. Məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək 4 ay müddətinə ev dustaqlığa qəti imkan tədbiri seçib. Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər, 274 dövlətə xəyanət və 193.1.2 cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə ittiham olunur.